Mənə bax, mən hovuzdayam, çimirəm. İndi isə sənə nə əmr edəcəmsə onları yerinə yetir. Mənim üçün süni intellekt bir agenti hazırlayırsan, hansı ki yaratmış olduğumuz Baku Life web saytında yerləşdirilən xəbərlərin həm mənbələrini göstərir. Xəbərə klik etdikdə onun izahı açılır, altında da götürdüyü mənbələrin linkləri qeyd edilir. Mən hovuzdan bir saata çıxacağım, bunu mütləq yerinə yetir. Artıq kompüter başındayıq. Səs yazmaya baxaq. Mənə bax, mən hovuzdayam, çimirəm. Bəli, səs yazmamız gəldi və gördüyümüz kimi biz hovuzda olarkən agentimiz artıq quruldu, işə salındı. Hazırda gördüyünüz kimi sayt belə gözəl səviyyədədir. Məsələn, xəbərlərə də klik etdikdə onun başlığı yazılır və aşağıda da klik edərək onun keçid mənbəsi göstərilmişdir. Agenti də yazılı mesajla qeyd edirik ki, saytımıza Baku Live-a əlavə et və bütün xəbərləri bununla da redaktə et. Budur, 3 dəqiqə sonra yazdı ki, artıq hazırdır. Keçək veb saytımıza, yeniləyək səhifəni və budur. Görürük ki, artıq mənbələr hissəsi də əmələ gəldi. Yəni, təsəvvür edirsiniz, mən bir tək telefonun vasitəsilə 30-40 nəfərlik komandanın bir işini görən halda bütün günü digər özümə həzz verən işlərlə məşğulam. Bu layihə sadə bir Reels-la başlamışdı, artıq necə də real bir production-a gedir. Odur ki, mənim leqal şərhlərdə də öz maraqlı fikirlərini yaz, nələr edə bilərik.